2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimum məbləği müəyyənləşdirilir. Bölgə TV xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyasılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək. Məlumat üçün bildirək ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyasılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu o deməkdir ki, 2026-cı il üçün ölkə üzrə yaşayış minimumu 15 manat, yəni təxminən 5,26% artırılması nəzərdə tutulur. Layihə qəbul ediləcəyi təqdirdə 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Rəna Rövşən qızı, BTV.